Elə atalar, analar var ki, valla onların atalıq, analıq eləməyindənsə eləməməyi daha məsrəfdir, daha yaxşıdır. Bilirsiniz, bizə evdə atamız, anamız, biz qardaş bacılara birinci halallığı öyrədiblər. Halallıq. Mən halal ailədə böyümüşəm. Mən kənd ailəsində böyümüşəm. Mən işləmişəm. Səhər qoyun sağımına getmişəm. Gələndən sonra əlimi, ayağımı təmiz yumaya məktəbə qaçmışam. Oradan gəlib həyəti bazanın təmizliyinə baxmışam. Oradan gedib nə bilim qoyun qabağına getmişəm və ilaxır və ilaxır. Biz halallıqla böyümüşük. Demirəm ki, insanlar əksəriyyəti haramçılıqla, yox. Bəzən insanlar bilmədən də haram işə əl atırlar. Onları müəyyən qədər bağışlamaq mümkündür. Lakin halal ailədə böyülən adam öz ailəsini də o yolla böyütməyə çalışır və səy göstərir. Əlbəttə, zamanın təsiri böyükdür. Zaman təsir edir insanın davranışına, həyat baxışına, münasibətlərinə. Lakin bununla belə, əgər evdə valideyn öz evladlarına, hətta nəvələrinə müvafiq, uyğun, cəmiyyətin tələbinə uyğun hərəkətlər öyrədirsə, o yola onu sövq edirsə, o ailə yaxşı ailədir,